Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Allahümme ceal hadal ilme lana ve la hücceten aleyna. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, hoş gördük her birimizi yeniden. Bütün müvəffəqiyyətlər, xeyirlər, nemətlər, hər birisi aləmlərin Rəbbi olan Allahdandır. Necə Allah Teala öz kitabında buyurur: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nemət Allahdandır. Biz etiraf edirik Allaha ki, bizə çoxlu nemətlər verib. Bizə nemətlərin içində ən böyük nemət İslam nemətini nəsib eləyib. Sağlam əqidəni, sağlam mənhəci, sağlam fikirləri, sağlam düşüncələri nəsib eləyib Allah Teala. Nə qədər azğın əqidələr, mənhəclər, azğın fikirlər, azğın düşüncələrin olduğu bir vaxtda, dövrdə yaşayırıq. Ona baxmayaraq Allah Subhanahu Teala bizi yönəldib, müvəffəq eləyib. Necə Musa Aleyhisselam deyir: Kəllə mə'yə Rabbi. Heç vaxt Rəbbim mənimlədir. Öz qövmünə deyir ki, heç vaxt onlar bizi yaxalaya bilməzlər. Yəni Firon və onun ordusu. Niyə görə? İnnə mə'yə Rabbi səyəhdin. Çünki Rəbbim mənimlədir, o məni yönəldəcək. Və yönəltdi də Allah Subhanahu Teala. Bəzilərinin inkar elədiyi ayələri Allah Teala nazil elədi. İdrib, vur asanla dənizə. Vurdu, dəniz yarıldı. Dağlar boyda Allah Teala yollar açdı, oradan Musa keçdi. Elhamdülillah, kim Allaha iman gətirirsə, Allahın yolundadırsa, Allah onun himayədarıdır. Zəlikə bi ənəllaha məvləl-ləzīnə əmənu və ənəl-kəfirinə lə məvlə ləhum. Allah Teala buyurur ki, bu ona görədir ki, Allah iman gətirənlərin mövlasıdır. Amma kafirlərin lə məvlə ləhum. Onların heç bir mövlası yoxdur. İman gətirənlərin mövlası Allahdır, Subhanahu wa Ta'ala. Onları ruzulandırır. Əsas ruzusu, elə din ruzusu. Çünki ruzu tək yemək, içmək deyil. Bətinə, qarına xidmət eləmək deyil. Əsas ruzu Allahın verdiyi dindir, əqidədir, mənhəcdir. Ruzulandırır Allah Teala onları. Həmçinin ruzulandırır Allah Teala qidalarla. وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُعَدُونَ Sizə vəd olunan ruzunuz, sizin ruzunuz və sizə vəd olunan göydədir. Cənnət vəd eləyib Allah Teala. Kim iman gətirsə, bütün nemətlərini Allah Teala ona əta eləyəcək. Bol-bol yağdıracaq. وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى Allah Teala verdiyi vədlərə, əziz qardaşlarım, eyni zamanda bizi istəyən bacılarımız, qardaşlarımız, hər birisi vallahi bilmək lazımdır, yəqin imanla, heç bir tərəddüdsüz, qəlbimizdə şək, şübhə etmədən bu ayələrə iman gətirməliyik. وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ Rəbbimiz bizə vəd verib. Əgər ölkələrin, şəhərlərin, kəndlərin əhli Allaha iman gətirsələr, Allahdan qorxsalar, yerin, göyün bərəkət qaplarını açarıq onlara deyir. Elhamdülillah açıb da. Neymətlər içindəyik, dəyərli qardaşlar. Vallahi göydən neymət yağır. Yerdən neymətlər çıxır. Hələ bir dənə ölkəmizin bir dənə, necə deyərlər, ən böyük Kəlbəcər, qızıl çıxardır Allah Teala oradan. Sular çıxardır. Nələr verib Allah Teala bizə. Budur, Allah Teala deyir ki, Allah kimin mövlasıdırsa, onu bütün neymətlərlə təmin edəcək. Lakin nə lazımdır? Yəqin iman, tərəddüdsüz, Allaha bağlılıq, qəlbdə şək şübhə eləmədən. Budur, əlhəmdülillah, Allaha olan bağlılıq. Belə adamlara Allah Teala söz verib ki, Allah onların mövlasıdır. Nə qədər Allah Teala var, ruzular verib. Hamısı Allahın verdiyi vədin əsərləridir bizim üzərimizdə ki, Rəbbimiz nə deyib, sən onu eləyir. Lakin bizdən nədir? Allah Teala istəyir ki, biz ona şükür eləyək. Şükür eləyək,
o da artırsın bizim üçün. Şükür. Lakin görürsən, nankörlük eləyən insanlar var. Allahın verdiyi nemətləri Allaha yox, öz naqis ağıllarına nisbət eləyən insanlar var. Mən Allaha necə təşəkkür eləməliyəm ki, deyir. Özüm ağlımla qazanmışam. Müasirçilikdir, nə bilim süni intellekt, ağlımız bir dəqiqə inkişaf eləyib, nə bilim Pentium 9, nə gəldi danışır adam. Allahdır Subhanahu wa Ta'ala səni, o inkişaf eləyən beyni verən Allahdır Subhanahu wa Ta'ala. Allah Ta'ala sən damarlarını saxlayar, beyni və qanı da işləməz, fikirləşə bilməzsən. Sən o nəsib eləyən kimdir? Allahdır. Allahdan bilməlisən. Nəfəsini Allah Ta'ala aparır, gətirir. Allah Ta'ala bir dənə dur deyər, sənin o təkəbbürləndiyin nəfəsvə saxlayar onu. Bütün bunlar dəyərli qardaşlarım hər bir nəyə göstərir? Allaha şükür eləməyi. Allah Ta'ala bizə deyir ki, Quran-ı Kərimdə فَمَنْ شَكَرَ kim şükür etsə فَاِنَّمَا يَشْكُرْ لِنَفْسِهِ öz nəfsinə, yəni özü üçün şükür eləmiş olar. Kim küfr eləsə, o da özünə qayıdır, günahı özünə qayıdır. Möminlər daima Allah'a şükür eləməlidirlər, verdiyi neymətlərinə görə. Lakin şükür tək dillə deyil. Bəzi insanların Allahın onlara verdiyi neymətləri gecə, gündüz yiyib içib, dilləri ilə sadəcə Allah'a şükür eləyib, əməllərində Allah'a asilik eləyənlərin şüküründən danışmırıq. Hər bir tələb olunan şükürün növü ilə. Necə elm əhli bölü, şükürün neçə növü var dəyərli qardaşlarım? 3 növü. Birinci növü hansıdır? Etiqad eləməlisən, daha doğrusu dilinlə deməlisən ki, Allah mənə verib bu neyməti. Danışmalısan, o dilinlə zikr eləməlisən ki, bunu mənə Rəbbim verib. Və əmmə bi ni'məti Rabbik fəhəddis. Rəbbimin neymətlərinə gələndə Allah saladı ki, fəhəddis, danış onlardan, danış. İnsan dili ilə etiraf eləməlidir ki, bunu bizə nəsib eləyən Allahdır Subhanahu wa Ta'ala bu rahatçılığı, bu sağlam əqidəni, sağlam mənhəci, əminamanlığı, insanların qəlbində sələfilərə qarşı olan sevgini, etibarı, doğruluğu nəsib eləyən kimdir? Allahdır Subhanahu wa Ta'ala. Etiraf eləməlisən bunu. Bəzilər görsən, narahat olublar ki, sələfilər yaman yayılıblar. Sələflər, hər yerdə sələflər, bazara gedirsən sələflər, taksiyə minirsən sələflər, bərbərdə sələflər, nə bilim, həkimdə sələflər, qalıslıq geyinən sələflər. Narahat da adam. Elhamdülillah. Allah Teala verdiyi vədi yerinə yetirir. İnnellezine amenu kim iman gətirsə və amilu salihət salih əməllər etsə səyəcəlu lehumur rahmanu vəddə Rahman onlar üçün yaratdıqlarının qəlbində sevgi qoyacağını vəd verir. Bəli, sələflər 20 il bundan qabaq belə deyildi. Elhamdülillah Allah Teala nəsib elədi, səbir elədilər, dözdülər. Bəzi insanların onlara saqqallarına görə etdiyi tənələrə səbir elədilər. Allah üçün qısaltdıqları balaqlarına görə səbir elədilər. Əqidələrinə görə təni olundu. Fikirlərinə görə təni olundu. Lakin Allahın razılığını seçdilər. Allah da onları ucaltdı, hörmətli elədi. Sən necə Allah Teala ucaltsın ki, Allahın kitabını inkar edirsən? Sən necə Allah Teala hörmətli eləsin ki, möcüzələr boş şeydir deyirsən? Sən necə Allah Teala hörmətli eləsin ki, Allahın ayələrini ələ salırsan? İstehza eləyir. Dəyərli xalqımız, cəmaatımız, adam Allahın ayələrini məsxərə obyektinə çevirib. Deyirlər, adam deyir ki, güya cənnətdə bəzilərinə hurilər, bəzilərinə nurilər veriləcək. Görün Allahın ayələri ilə dəyərli xalqımız, adam necə istehza eləyir. Yəni, biraz başqa dillə desək, yəni necə deyərlər, ortalıqda olan dillə desək, bütün xalqımızdan üzr istəyərək bu sözü demək məcburiyyətindəyik. Adam Allahın ayələri ilə məzələnir. Adam 7 qat göyün üzərindən enən ayələri qoyub ortaya ələ salır, istehza edir və gülür. وَزَوَّجْنَاهُمْ بِحُورٍ عَيْنٍ Allah Teala deyir ki, biz o mömin kişiləri iri, qara gözlü hurilərlə evləndirəcəyik. Adamın nəsə paxıllığı tutur. Yəni nəsə narahatdır. Hesablayıb ki, onlardan ona verilməyəcək.
Çünki Allahın kitabını inkar eləyir. Adamın əqidəsi yox, adamın mənhəci yox, adamın necə deyərlər, İslam şəriətinə uyğun olan bir iffəti yox. Hesablı ki, mənə verməyəcəklər, mən də daha neyiniyim, məcburam inkar eləyim. Təsəvvür eləyin. Bəli, Allah onları verəcək o kəslərə ki, onlar ona iman gətiriblər. Allah onlara söz verib. Sən inkar edirsən Allahın kitabını, Allahın ayələrini, Peyğəmbərin dostumdur deyirsən. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri Peyğəmbər sallallahu aleyhi və səlləm üçün ölümə gedirdilər. Talhalar, Abu Bakırlar, Osmanlar, Ömərlər, ox ona dəyməsin, qoy bizə dəysin deyirdilər. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmi o cür sevən sahabələr, özlərini ona görə ölümə verən sahabələr belə hörmət qoyublar Muhammed sallallahu aleyhi və səlləmə. Sən deyirsən ki, mən ona Muhammed deyə çağırmaq istəyirəm. Salavatı yığışdırmısan, bu bir hörmətsizliyindir. Təhqirin də Allahın Peyğəmbərinə. İndi adı ilə çağırmaq istəyirsən. Bu da bir təhqirindir. Bu da Peyğəmbərə hörmət. Yaxşı, Peyğəmbərə hörmət nədir? Nədir? Sənin Peyğəmbərə olan hörmətin. Ümumiyyətlə, sənin Peyğəmbərinin başı bir kəlməsi yoxdur. Yəni, sən kimə Peyğəmbər deyirsənsə, onun həyatda heç bir kəlməsi yoxdur. Niyə görə? Çünki deyirsən ki, hədislər boş şeydir. Peyğəmbər sallallahu aleyhi və səlləmin ağzından çıxmış bir kəlmə yoxdur səndə. Necə Peyğəmbər sevgisindən danışa bilərsən? وَلَوْ كَانَ حُبُّكَ صَادِقًا لَأَتَعْتَهُ Əgər sevgi iddianda sadiqsənsə, لَأَتَعْتَهُ Sən ona itaat eləməliydin. Belə mi itaat edirsən? Bütün 10 milyon xalqın qabağında, qarşısında Allahın Peyğəmbərinə ağzıma gələni deyirsən, hörmətdən salırsan. Hətta bəzən təsəvvür edir ki, dəyərli xalqımız deyir ki, əgər o Peyğəmbər, o Muhammed sallallahu aleyhi və səlləm əgər belə edibsə, o ən şərəfsizin biridir. Təsəvvür edin, Allahın Peyğəmbər nə deyir? Lakin insanlar bunu bilmir. Dəyərli xalqımız, cəmaatımız, ölkəmizin əhli, adam Peyğəmbərimizə şərəfsiz də deyir. Adam bizim Peyğəmbərimizə, İslam Peyğəmbərinə nə gəldi deyir. Təsəvvür edin. Lakin insanlar görsən bilmirlər, aldanırlar, belə insana tərifləyirlər. Allahın sənə göndərdiyi Peyğəmbərə paştalyon deyir. Şərəfsiz də deyir. Əgər belə eləyibsə deyir, o onda belədir. Peyğəmbərdən danışılır. وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ Allah Teala deyir ki, Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem özündən əvvəl gəlib gedmiş Peyğəmbərlər kimi bir Peyğəmbərdir. Yəni Allah onu seçib. Sən onun dostu ola bilərsən. Onun dostları Abu Bakırdır, Ömərdir və onların yolların gedənlərdir. Söyürsən, alçaldırsan hər birisini. Hədislərin hər birisini ayaqlarının altına almışsan. Bu millət, bu xalq, bu vətənin əhli indiyə qədər Peyğəmbər adı deyiləndə səhv də olsa, yanlış da olsa əllərini üzünə aparıb salavat ediblər. İndi sən gəlmirsən ki, 1400 ildir bütün insanlar, müsəlmanlar sən demə səhv ediblər, Peyğəmbərə salavat demək lazım deyilmiş. Boş şeydir deyir. Həc boş şeydir. Ümrə boş şeydir. Cümə boş şeydir. Namaz 5 vaxt boş şeydir. Peyğəmbərə salavat demək boş şeydir. Möcüzələr hamısı boş şeydir. Cənnətdə olan nemətlər boş şeydir. Təsəvvür edin dəyərli qardaşlar. Adam bütün dini inkar edib. Lakin din istəməyənlər. Hamısını demirik. Çünki insanların çoxsu bilmir onu tərifləyənlər. Din istəməyənlər və dindən nifrət eləyənlər. Lakin mən müsəlmanam deməklə kifayətlənənlərin bəziləri bu cahilə, İki feili bir-birindən ayıra bilməyən bu cahilə alim deyirlər. Peyğəmbəri təhqir eləyən, onun qadınlarını alçaldana alim deyirlər. Təsəvvürünüzə gətirin. Vallahi, qardaşlar, Allaha nə qədər şükür etsək azdır. Allaha gecə, gündüz, səcdələrdə, rukularda, qiyamlarda Allaha nə qədər şükür etsək azdır vallahi. Niyə görə? Sağlam fikir verib bizə. Ağlımıza gedmirik. Möminlərin vəsfindən Allah Teala danışanda onlar deyirlər ki, Səmi'nə və ata'nə
eşitdik və itaət etdik. Kimlər deyib bunu? Sahabələr. Və bizi də elhamdülillah Allah da onlardan eləyib. Biz deyirik ki, Allah belə deyibsə, bəli, belə olacaq. İnnə lil-muttəqinə məfəzə hədaiqə və ə'nəbə və kəvaibə ətrabə. Allah deyir ki, müttəqilər üçün, Allahdan qorxanlar üçün cənnətdə nicat yeri var, qurtuluş var. Onlar üçün bağlar, üzüm bağçaları, nələr var. Sonra deyir ki, həmyaşıd, sinəsi yeni dolmuş qadınlar var. Biz buna iman gətirmişik. Peyğəmbər sallallahu aleyhi və səlləm və onun sahabələri, tabeinlər və ətba tabeinlər və bütün din imamları necə başa düşübsə, bugün biz elə başa düşmüşük. Lakin adam Quran-ı Kərimdən bir ayə oxuyur. Sonra deyir ki, cəmaat belə şey ola bilərmi? Heç kim də cavab vermir. Özü-özünə deyir, belə şey ola bilərmi? Sonra da deyir, ola bilməz. Yəni, səndə ağıl var. Adam dəlidir. Adam verilişdə oturub deyir ki, belə şey ola bilərmi? Allah belə şey deyibsə, onda o zalimdir. Belə Allah olmaz. Təsəvvür edin, dəyərli qardaşlar, xalqımız belə şeyləri, bilirsiniz necə? Yəni, fikir vermirlər. Adam Allaha dil uzadıb. Adam Allahın kitabını alçaldır. Adam bütün peyğəmbərləri alçaldır. Peyğəmbərlərin qövmlərinə gətirdiyi möcüzələri, hansı ki peyğəmbərliyini onunla ispat ediblər, adam deyir, hamısı boş şeydir. Buna görə Allah şükür eləməliyik ki, Rəbbimiz bizə sağlam fəhim verib. Ayə gələndə, hədis gələndə ağlı qoyursan qırağı, deyirsən ki, Rəbbim belə deyibsə, əlhamdülillah, deməli bu elə belə olacaq. Və mən astaqu minallahi qilə. Kim Allahdan doğru danışa bilər? Adam deyir ki, Quran-ı Kərimdə ətrabə kəlməsi həm yaşıd qızlar mənasında deyil, torpaqdan çıxan mənasındadır. Cahil, tirbun, ətrabun kəlmələrini bilmir nə deməkdir. Var tirbun, var turabun, tərbun. Hərəkəni dəyişəndə məna dəyişir. Sən hərəkədən də bilmədiyinə görə aləmlərin Rəbbi olan Allahın kəlamını fəhm eləyə bilmirsən. Bu nəyə göstərir? Ərəb dilində heç bir çəkim və səviyyən yoxdur. İki dənə feili, xaracə və əxracə feilini bir-birindən ayırmayacaq qədər ərəb dilində cahilsən. Lakin insanlar bunu bilmirlər. Ərəb dili bilməyən bir nəfəri tərifləyir ki, maşallah, ərəb dilindən çox mükəmməl bilir. Dəyərli cəmaət, ərəb dili sən bilmədiyin halda bir nəfəri ərəb dili bilir və ya bilmir deyə bilməzsən. Bu mümkün olan bir şey deyil. Gərək sən bu məsələdə özün mütəxəssis olasan, deyəsən ki, filan kəs ərəbcə çox güclü bilir və ya zəif bilir. Yəni, şəxsə bağlanmaq olmaz. Nəfsimizə uyğun danışır deyə Allahın kəlamlarını kənara qoyursunuzsa, vallahi qiyamət günü sizi Allahdan heç kim xilas eləyə bilməyəcək. Həmçinin dəyərli qardaşlarım, vallahi Allaha şükür eləməliyik. Qəlbimizdə olan etiqadımızla ki, bəli, bütün bunları bizə nəsib eləyən, İslama yönəldən, əqidəyə, mənhəcə yönəldən, düzgün fəhimə, sağlam ağla yönəldən Allahdır. Etiqad eləməliyik bunu. Qəlbimizdə şək, şübhə olmamalıdır buna görə. Və bunu deyiləyəndən sonra Allah üçün salih əməllər eləmək lazımdır. Necə Allah Teala deyib? Salih əməllərin ən əsaslarından La ilahə illallah Muhammedən Rasulullah sallallahu aleyhi ve sellem şəhadətini deməkdir. Adam deyir ki, əşhədu ən la ilahə illallah var, ənə Muhammedən Rasulullah yoxdur, boş şeydir. Dəyərli cəmaatımız, adam deyir ki, Muhammed şəhadəti sallallahu aleyhi ve sellem gətirmək lazım deyil. Yəni, indiyə qədər bizim qəbul etdiyimiz Peyğəmbərimiz Muhammed, Allahın olan salavatı və salamı olsun. Biz bilirik ki, Allahın Rasuludur. Şəhadət gətirəndə də demişik ki, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və yaxud da əşhədu ənə Muhammedən Rasulullah. Adam deyir ki, sən demə, bu boş şeymiş, demək lazım deyil. Əsas la ilahə illallah deyəsən. Dəyərli xalqımız, cəmaatımız, adam dindən heç nə saxlamayıb. Yəni, adam başqa bir qaba düşüb. Yəni, belə deyək, nəsə eləmək istəyib, alındıra bilməyib düşüb başqa qaba. Yəni, mikrofon tutmaqdan, jurnalist işləməkdən gəlib olub din təbliğatçısı. Və elə buna görə də
Ağlı bunu aldadıb. Dindən heç bir şey saxlamayıb. Kəbin olmaz. Sən demə kəbin yox imiş, o da boş şeydir. Və kəbini inkar elədiyinə görə insanları hara yönəldir? Təsəvvür edirsiniz, kəbini inkar elədiyinə görə insanları yönəldir hara? Qeyriyyətsizliyə. Adam deyir ki, təsəvvür eləyin dəyərli qardaşlar, dəyərli xalqımız, belə şeyləri başa düşmək lazımdır. Adam deyir ki, bir insan öz cinsiyyət üzvünü dəyişdirə bilər. Yəni, el arasında bu sözə necə deyirlər, biz dəfələrlə bunu demişik, inşallah başa düşülməsi üçün deyirik, adam deyir ki, bir adam trans ola bilər. Təsəvvür edin, yaxşı, sənin əhlindən, ailəndən bir nəfər əgər bu yolu seçərsə, əgər desə ki, mən bugündən belə bir insan olacam, bunu qəbul edirəm, sən rəva bilərsənmi öz evladlarına, öz qardaşıva, öz atava, öz anava, rəva bilərsənmi? Çünki sən deyirsən ki, bizim üçün fərqi yoxdur, İslam üçün fərqi yoxdur. Adam hansı yolu seçirsə seçsin, əsas əməlləri salih olsun. Yaxşı, sənin oğlun, qızın bu yolu seçərsə, sən ona razılaşarsan, əməli salihdir, amma bu işi də görür. Sualdır bu, buna cavab verərsən və sənin ətrafın buna cavab verər. Çünki sən bu iddiadasan. Adama sual verirlər ki, bir adam dünyada böyük işlər görüb. Lakin adam pis yolun yolcusu olub. Yəni fahiş bir işlə məşğul olub ömrü boyu. İndi bu cəhənnəmə düşəcək. Deyir ki, İslam onun əməllərinə baxır. Onun tutduğu yola baxmır. Və sonra deyir ki, bir insan ola bilər ki, homoseksual o, homoseksualdır, nə deyən ağzına gələni danışır, əxlaqdan, ədəbdən kənar. Ola bilər deyir. Heç kəs onun intim həyatına qarışa bilməz. Dəyərli xalqımız, analarımız, bacılarımız, qardaşlarımız, həmvətənlərimiz. Bu adam deyir ki, mən demirəm belə olsun. Amma olsa, belə bir şey olsa, heç kim ona qarışa bilməz. Yəni bir adamın ailəsi, qızı ona xəyanət edərsə, bu yolu tutarsa, o ona qarışa bilməz. Çünki sərbəstdir. Heç kim ona isə deyə bilməz. Çünki sərbəstdir, özü bilər, onun tutduğu yoldur, əsas əməli salih olsun. İnsanlar bunu bilmirlər. Xalqımız, dəyərli cəmaatımız bunu başa düşmək lazımdır ki, bu insanları qeyriyyətsizliyə çağırır. Yəni, siz baxsaz vallahi sosial şəbəkələrdə görə bilərsiniz ki, valideynlər var, necə deyərlər, belə-belə göz yaşları tökürlər ki, bizim evladlarımızı yoldan çıxardıblar. Hansı adına? Fikir azadlığı adıyla. Atam, anam mənə əmr edə bilməz. Atamın, anamın öz həyatı var, mənim də öz həyatım var. Mən bu yolu seçmişəm, özüm bilərəm. Qadınlar deyir ki, kiminlə istəsəm gedərəm, kiminlə istəsəm gəlirəm. Niyə görə? Çünki adam baxır ki, belə dindar var. Deyir ki, dinə də müxalif deyir bu əməl. Pişiklərə yaxşılıq eləyirəm, yolda it pişiyə yemək verirəm. Salih əməllərim də var. Bu yandan da özüm bilərəm də nə istəyirəm eləyirəm. Təsəvvürümüzə gətirin dəyərli xalqımız. Adam belə fətvalar verə-verə cəmaatın evladlarını məhv eləyir. Görün hansı yola yönəldir. Yəni demirəm, mən deyirəm belə olun. Amma kimsə belə olsa ona heç kim heç nə deyə bilməz. Bugün oğlanlar, qızlar valideynlərinə evin içində meydan oxuyur ki, öz həyatımda özüm bilərəm. Sənin neyvə lazım? Hətta vallahi dəfələrlə görmüşük ki, valideynlər şikayət eləyir ki, özü ağlaya-ağlaya şikayət eləyir ki, bizi bütün el aləmə biyabır eləyib, gedib öz cinsiyyətini dəyişdirib. Təsəvvür eləyin. Yəni bunlar hardandır? Avropaya, nə bilim, inteqrasiya deyirlər, nə deyirlər? Bunu eləməklə Allah Teala bizim prezidentimizi qorusun. Allah ona xeyirli ömür versin. Necə o deyir? Heç vaxt biz ora inteqrasiyadır, nədir ondandır, eləməyəcəyik. Yəni qadınla kişinin arasında fərq qoymayan bir toplumu heç vaxt qəbul eləməyəcək deyir. Bax, Allah onu qorusun. Allahın ayəsini deyir. Ər-ricalu qavvamuna alən-nisə. Kişilər qadınların üzərində əmir sahibləridir. Bax, budur. Əlhəmdülillah. Savadlı insandır. Dindən də xəbəri var. Qurandan da xəbəri var. Sünnətdən də xəbəri var. Elimizin adətindən
İffətindən də xəbər var. Lakin belə insanlar deyir ki, heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Avropalaşmalıyıq. Gecə məsələn bir qadın saat 3-də 5-də gəlsə, yoldaşı ona heç nə deyə bilməz. Öz həyatı var, özü bilər, özü seçib. Bax, bura aparır. Adamları bura aparır. Lakin bu tək deyil. Belə adamlar tək deyil. Dünyanın hər yerində var. İnsanları belə məhv edirlər. Və bu da oradan təsirlənir. Necə bilirsiniz? Kediciklərin şeyxi, kediciklərin əmri şeyxi, ona şeyxim deyən adamdır bu. Allah Teala qorusun o dövləti ki, ömürlük həyatını aldılar əlindən onu. Çünki niyə? Bax, bu fətvaları verib, cəmaatın analarını, bazılarını qabağında çılpaq oynadırdı. Təsəvvür eləyin, bura aparır, çıxardır. Ölkəmizin cəmaatını, xalqımızı bax, bu cür iffətsizliyə aparır. Ağıllı insanlar, dəyərli xalqımız, analarımız, bacılarımız, qardaşlarımız, baxın, vallahi, evlatlarımızı qoruyun. Müasirçilik adı ilə, yeni İslam təbliğatı adı ilə evlatları bura aparırlar. Belə insanlardır körlüyən. Lakin İslamda belə bir şey yoxdur. Əgər sənə bir nəfər sual versə ki, məsələn, az öncə qeyd elədiyimiz yolun yolcusu olmaq olarsan, qətiyyətlə cavab verməlisən ki, əlbəttə olmaz. Biz demirik onu eləyən kafirdir. Belə bir fikirdə də deyilik. Və yaxud da cəhənnəmə düşəcək. Lakin biz deyirik ki, o əməli eləmək olmaz. Allah Teala deyir ki, İnnəmə ya'murukum bis-su'i vel-fəhşə və ən təqulu alallahi mə la ta'lamun. Şeytan sizə pisliyi və fahiş işləri əmr eləyir. Dərhal sən bu ayəni dəlil gətirib, o fikrin qabağını kəsməlisən ki, müsəlmanın əməli deyil bu əməl. Müsəlmanda Allah subhanahu wa ta'ala kişilərə kişilik hissiyatı verib, qadınlara qadın iffəti verib. Sən necə ola bilər, deyə bilərsən ki, bir kişi başqa kişiyə, bir qadın başqa qadına. Yəni, belə bir şey demək olar mı, dəyərli qardaşlar? Adam deyir ki, Allah bu barədə heç bir ayə nazil etməyib ki, qadağandır. Yəni, məgər Allah Teala deməliydi ki, belə bir şey olmasın, hətta Allah Teala ayələr nazil edib. Lut qövmü, hamımız bilirsiniz, dəyərli xalqımız, yazın, baxın, müasirçilikdir, süni intellekt var. Əlinizdə Quran kitabının tərcüməsi olmasa da, onun dediyi kimi Həzrət-i Qoqul var, yazın orada baxın, görəcəksiniz, Lut qövmü olub. Kişilər kişilərə gedirdi. Allah ona görə məhv elədi onları. Deyir, Allah belə ayə nazil eləməyib. Necə ayə nazil eləməkdir Allah subhanahu wa ta'ala? Elə belə ayələr nazil edib. Lakin sən bu işlərə rəvac verirsən. Ona görə dəyərli xalqımız Allaha subhanahu wa ta'ala şükürlər eləməliyik. Allaha gecə gündüz həmd eləməliyik. İbadətləri artırmalıyıq ki, ya Rab, sən bizə haqqı göstərmişsən, bizi müvəffəq eləmişsən düzgün düşüncəyə. Hətta vallahi bizim ibadət eləməyən cəmaatımız, xalqımız, biz deyirik ki, bəli, ibadət eləməmək böyük günahlardandır. Lakin ibadət eləmədən bu fikirlərdə olmamaq, bu yolda olmaqdan daha xeyirlidir. Çünki Allahın kitabını inkar eləməkdən, Peyğəmbər sallallahu aleyhi ve sellemin Allahın Rasulü olduğunu inkar eləməkdən, insanları fahiş işlərə dəvət eləməkdənsə, mən müsəlmanam deyib, Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemə səhv də olsa salavat gətirmək bundan daha xeyirlidir. Bundan daha keçərlidir. Çünki Allah Teala cahilliyinə görə onu ondan qəbul edəcək. Çünki adam cahildir, bilmir. Və cahilliyi ilə yanaşı, öz İslam dininə görə ölümə gedən müsəlmanlar olub. Necə gəlir ki, biz bilirik, çox uzaq tarixdə deyil, müsəlmanları sadəcə mən müsəlmanam dediklərinə görə əziyyət verib öldürürlər, onlar da ölümə gedirdilər bu dinə görə. Lakin bu günlər bir nəfər çıxıb, yatıb yuxuda gördüklərini danışır insanlara ki, sən demə, bütün şeylər boş şeymiş, indiyə qədər hamısı hədər olub. Belə insanlardan özümüzü qorumalıyıq, dəyərli qardaşlar. Son olaraq özümə də, sizə də Allaha ibadətdə səbirli olmağı, Allaha ibadətdə təmkinli olmağı, gecə gündüz Allaha dualar edərək özümüz üçün, ölkəmiz üçün, xalqımız üçün, millətimiz üçün, başçımız üçün, üzərimizdə olan əmir sahibləri üçün Allaha dua etməyi nəsihət edirəm, dəyərli qardaşlar. Vallahi Allahın Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm baxmayaraq ki, Allahın Peyğəmbəri idi, Allaha gecə gündüz dua edərdi ki, ey Rəbbim, ey qəlbləri idarə edən, çevirən,
qəlbimi dinin üzərində sabit elə. Xəbər verib Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəzilər deyirlər ki, niyə bölünüb, niyə firqəçilik, niyə belə, niyə belə? Adam xəbər verib axı. Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verib ki, ümmət bölünəcək. Yəni sən bu gün nə qədər desən ki, niyə bölünüb? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmi yalansız çıxartmağa çalışırsan, adam deyir ki, bölünəcək. Lakin bir nəfər düz olacaq, bir tayfa. Çalışın siz o tayfadan olun. Sən necə deyərlər, axtarma ki, niyə bölünüblər? Çünki Peyğəmbərimiz xəbər verir ki, bölünmə olacaq. Siz baxın, necə sabit qalırsınız. Təsəvvür edin, fikirlər yenilənir, zəlalətlər yenilənir, fitnə günü-gündən, dəyərli qardaşlar və bacılar, fərqli formalarda gəlir. Allahdan istəmək lazımdır. Alimlər deyirlər ki, fitnə ilk gələndə cavan qız görkəmində gəlir. İçinə daxil olanda baxırsan ki, qoca qarı imiş. Vallahi belədir. Qorumaq lazımdır özümüzü, ailəmizi, necə deyərlər, dinimizi, kitabımızı, Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmi qorumalıyıq, müdafiə eləməliyik, onun hörmətini saxlamalıyıq, xalqımıza ədəbli və əxlaqlı şəkildə Allahın və Rasulunun muradına uyğun bu dini çatdırmalıyıq. Belə insanlara dəvət elədiyi o batil yoldan çəkindirmək üçün gecə-gündüz çalışmalıyıq. Vallahi belə insanların özləri sələfilərə böhtan atsalar da ki, sələfilər xaindilər, sələfilər hazırlaşırlar, hər yerdə sələfilərdir, əllərinə güc keçsə dövlətə qarşı çıxacaqlar, böhtan atırlar, gözlərinin isinə qədər yalan danışırlar, sələfləri tanıyırlar. Bilirlər ki, sələfilər xain deyil, bilirlər ki, sələfilər həqiqi sələflərdir. Kimlər ki, dövlətə, dövlətçiliyə, müsəlman başçıya qarşı çıxır, elə sələfilər onlarla mübarizə aparır. Hətta onları ölümlə təhdid edirlər. Çox uzaq tarix deyil. Necə atdılar, partlatdılar, lakin yenə sələfilər o fətvanı vermir ki, başçıya qarşı çıxmaq olar. Sələflər heç vaxt fətva vermədilər ki, ölkəndən kənardakı ölkələrdə hansılar ki, döyüş gedir, gəlib orada döyüşə bilərsən. Niyə görə olmaz? Sələflər deyirlər ki, olmaz. Başçı icazə verməlidir. Dövlətin başçısı sənə icazə vermirsə, bir addım belə ata bilməsən. Sələfilər bulardır. Sələfilər sənin kimi xain deyirlər. Başqa cinayətkarlardan müsahibə alsınlar, soba tövbə eləməsinlər. Sələflər belə deyirlər. Sələflər aydındılar. Sələflər aşkarda da Allaha dua edirlər, gizlində də Allaha dua edirlər. Sələflər aşkarda özlərini yaxşı göstərib, kənarda münafiqlik eləyib, ölkənin əmin-amanlığın ayağının altını heç vaxt qazmazlar. Əksinə sələfilər hər bir halda, çətinlikdə də, rahatlıqda da, yaxşıda da, pislikdə də daim müdafiə edirlər. Sələflər nə üçün dövlətin başçısına qarşı? Hətta dövlətin başçısının təyin elədiyi məmurlara qarşı belə danışmırlar. Xəstəxanada olan həkimlərə qarşı danışmırlar. Yollarda olan polislərə qarşı danışmırlar. Harada olursa olsun məmurlar, sələflər onların haqqında danışmırlar. Sual versən, ey yalancı, nə üçün? Cavab odur ki, bu aparır xuruca, başçıya qarşı çıxartmağa, bu səbəbdən sələflər danışmırlar. Hətta bəzən haqlarına girilsə belə deyirlər ki, əlhamdülillah, danışmaq şərdir, susmaq xeyirdir. Səbir eləmək lazımdır, Allahdan istəmək lazım ki, Allah Taala islah eləsin. Harada görmüsən ki, sələflər ölkəyə və ölkənin rəhbərinə bəddua eləsinlər. Bir dənə dəlil gətirə bilməzsən. Sənə meydan oxuyuruq. Həqiqi sələfilərdən, xavariclərdən, təkvirçilərdən, hizbisilərdən, yəni özün bilirsən kimləri deyirik, onlardan danışmırıq. Başçının ətrafında cəm olan sələfilərdən bir dənə səs, bir dənə məqalə, bir dənə dərs, bir dənə kitab gətirə bilməzsən ki, haçansa başçının əleyhinə orada nəsə bir kəlmə olsun. Heç vaxt gətirə bilməzsən. Çünki elə sələflər buna görə sələfidirlər ki, qarşı çıxmırlar. İmam Əhmədin yolun gedirlər. 4 dənə, 3 dənə başçı dəyişdi. Şallaqladılar. Dedilər, fətvanı ver. Arxanda 10 minlərlə adamlar var. Qarşı çıxaq dedi, yox, olmaz. Başçıya qarşı çıxmaq olmaz. Çünki Quran sünnətə müxalifdir. Atiullaha və Rasul və ulul əmri minkum. Allaha və onun Rasuluna, içimizdən olan əmir sahiblərinə itaət eləyin ayəsini elə ən düzgün sələfilər başa düşür. Sələfilərə attığın böhtanlar sənin günəşə tüpürməyin kimi də o da ona heç vaxt çatmayacaq. Həmd olsun Allaha ki, Allah Taala sələfiləri ucaldır. Sənin kimi rəzilləri Allah Taala rüsvay eləyir. Allahdan istəyir ki, Allah Subhanahu və Teala bizim hər birimizi öz
gözəl, təmiz, insana mənəvi təmizlik gətirən dini İslam üzərində sabit etsin. Allah Teala bizi qorusun belə insanların şərrindən. Xalqımızı Allah Teala qorusun. Onların namusun, iffətin, qiriyyətini Allah Teala belə insanların fətvalarından qorusun. Həmçinin bizi bütün xeyirlər Allahdandır. Xətalar bizim nəfsimizdən və şeytandan. Aqulu ma sami'tum və əstəğfirullah li və ləkum və lisəl muslimin min kulli dəm fəstəğfiruhu innehu huvəl qafurur rahim.